Ağrılardan söhbət gedirsə də, mən ümumiyyətlə belə bir sual var idi ki, yəni niyə gəzləşibdir boyun ağrıları, bel ağrıları? Ümumiyyətlə insan yer kürəsində yəni çəkim, yerin cazibə qüvvəsindən belə deyək də tərs olaraq dik yerimək qazanıbdır. Bunu dini bağlantı ilə Allah belə istəyib, yəni belə təkamülə qalanda, yəni heyvan böyüdü, inkişaf elədi, təkamül ağacından insan, yəni primatlar, meymunlara bənzər bir canlılar ayrıldı, bir dik yeriməyi öyrəndi və insan formalaşdı. Mən bunu qəbul edəmirəm. Dini tərəf daha rahatdır, daha tez olur. Yəni biz dik yeriməyimiz bizim yəni döş qəfəsində, döş fəqərlərində niyə bu çox rast gəlinməz? Çünki döş qəfəsindəki qabırğalar ki, öndən birləşir, karkas şəklində o fəqərləri qoruyuruq. Amma bizdən asılı olmayan bir şeylərdir bunlar. Amma boyun və bel nahiyəsindəki olan fəqərlər sərbəstdir. Ona görə də bədən çəkisi düşdükcə orada bel lordozunun, boyun lordozunun daha yüklənməsi, fəqər arası disklərin daha çox zədələnməsi olur. Ona görə də təsəvvür edin ki, yer kürəsindəki yaşayan əhalinin 3-dən biri qurşaqdan aşağı səbəbi bilinməyən, yəni bugünkü gün bizim tibbi nöqteyi nəzərdən heç bir müayinə cihazı tərəfindən göstərilməyən səbəbini tapa bilmədiyimiz ağrılardan əziyyət çəkir. Bu isə çox böyük rəqəmdir. Və o bizdən də yan keçməyib, Azərbaycanda da həmin problemlər var və o problemlərin həlli və hər şeyə də səhlənkar yanaşmadan ağrı varsa, həkimə müraciət etmək lazımdır. Həkim onu düzgün istiqamətləndirəcək. Tək medikamentoz və yaxud cərrahi müalicədən söhbət getmir. Ən azından düzgün həyat tərzini seçmək, düzgün idmanı eləsəniz belə onu düzgün eləmək daha, yəni həkim sizə daha uyğun, daha münasib yol göstərə bilər.